Salam əziz Oğuz TV dinləyiciləri. Qaradağdan Qarabağa, Təbrizdən Bakıya, Böyük Azərbaycan Türk millətinə əsənliklər deyirik. Bugünkü podkastımızda çox mühüm bir tarixi mövzunu dinləyəcəyik. Güney Azərbaycanın İran tərkibində olmasının tarixi hüquqi əsası yoxdur. Bəli, bu təkcə tarixi faktlarla deyil, həm də milli baxımdan dərin mənalar daşıyan bir mövzudur. Qaynaq aldığımız məqalənin müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun daş direktoru Professor Kərim Şükürovdur. Məqalə tarix boyu Azərbaycanın şimalı və güneyi arasında formalaşan intizami, siyasi və mədəni münasibətləri elmi əsaslardan izah edir. Ey aləmə səs salın, oy xalqımın səsi, oy yayılır hər yana, zəfər nəğməsi. Ey aləmə səs salın, oy xalqımın səsi, oy yayılır hər yana, zəfər nəğməsi. Tarixi faktlar əsasən, İran adlı dövlət anlayışı 1925-ci ilə qədər rəsmi və hüquqi mənada mövcud olmayıb. 20-ci əsrə qədər bölgələrdə siyasi hakimiyyətlər dövlət adları ilə deyil, hakim sülalələrin və ya iqlimlərin, yəni vilayətlərin adları ilə tanınırdı. Yəni bu ərazilərdə müəyyən sərhədlərlə məhdudlaşmış İran dövləti deyil, müxtəlif xanədanlıqların idarə etdiyi çox millətli imperiyalar mövcud idi. Tarixi mənbələrdə torpaqlar Osmanlı, Səfəvi, Qacar, Habsburg kimi sülalələrin adları ilə, eləcə də İraq-i Əcəm, Fəlate-i İran, Xorasan, Qafqaz, Anadolu, İraq-i Ərəb, Azərbaycan və Həbəşə kimi coğrafi bölgə adları ilə qeyd olunurdu. Bu adlandırmalar göstərir ki, həmin ərazilər vahid bir İran dövlətinə deyil, müxtəlif siyasi, iqlim bölgələrinə mənsub idi. İngiltərənin dəstəyi ilə 1925-ci ildə baş vermiş hərbi çevriliş, yəni kudeta nəticəsində Fəlate-i İranda yaşayan farslar, yəni xalq arasında tatlar və ya taciklər adlandırılan qrup bütöv Qacar imperiyasının hakimiyyətini ələ keçirdilər. Həmin dövrdə bu torpaqlar Məmalik-i Məhruse-i Qacar adlanırdı. Bugünkü İran adlanan ölkə isə əslində bir neçə məmləkətin və çoxsaylı millətlərin zorakılıqla eyni sərhədlər içərisinə salınmasının nəticəsidir. Farslar İngiltərənin yardımı ilə əvvəlcə bütün muxtar Qacar məmləkətlərini işğal edərək hamısını vahid dövlətə çevirməyə çalışdılar və buna nail oldular. Ardınca ölkənin adını dəyişdirərək əvvəlcə Persiya, daha sonra isə 1936-cı ildə rəsmi şəkildə İran adını qəbul etdilər. Bu ad dəyişikliyi ilə Fars kimliyi dövlət kimliyi kimi təqdim olundu və çoxmillətli ərazilərdə yaşayan xalqların, xüsusilə Azərbaycan türklərinin milli kimliyi və tarixi adları sistemli şəkildə silinməyə başladı. Bu proses nəticəsində Güney Azərbaycan, Xorasan, Loristan, Bəlucistan, Əhvaz, yəni Ərəbistan kimi qədim bölgə adları intizami xəritələrdən çıxarıldı, yerinə farsça toponimlər tətbiq olundu. Beləcə, Fars mərkəzli ideologiya və dövlət qurulusu formalaşdırıldı. Bütün qeyri-fars millətlərə, xüsusən də türklərə qarşı assimilyasiya siyasəti dövlətin əsas məqsədinə çevrildi. Güney Azərbaycanın İran tərkibində olmasının tarixi hüquqi əsası yoxdur. Tarixi daha qədim çağlara getmədən Səfəvilər dövlətindən başlamaq olar. Səfəvilər dövlətinin Azərbaycan dövləti olması İran tarixşünaslığının iddiasına baxmayaraq təsdiq olunmuş faktdır. Azərbaycan torpaqları Səfəvi dövlətinin əsasını təşkil etmiş, onun formalaşması və inkişafında əsas faktor olmuşdu. Səfəvi dövləti əfqanların hücumu ilə əlaqədar böhran keçirdiyi dövrdə məşhur Azərbaycan sərkərdəsi Nadir xan 1736-cı ildən Nadir Şah onun ərazisini bərpa etmiş, Əfşarlar imperiyasını yaratmışdı. Nadir Şah Şirvan, Qarabağ, Təbriz və Çuxursəhət bəylərbəyliklərini ləğv etmiş və onların əsasında Azərbaycan vilayəti yaratmış. Yəni Azərbaycanın güneyini və şimalını eyni intizami vahiddə birləşdirmişdi. Qardaşı İbrahim xanı da bu vilayətin hakimi təyin etmişdi. Nadir Şahın qətlindən sonra Azərbaycanda xanlıqlar yaranmışdı. Onlar tarixi, coğrafi və etnik baxımdan vahid Azərbaycanın ərazisini təşkil etmiş, yalnız coğrafi yerləşməsinə görə Şərti Ballıq, Şimali Azərbaycan və Güney Azərbaycan xanlıqları kimi ifadə olunmuşdu. Bu durumu analoji baxımdan Avropada milli dövlətlər yaranana dək onların müxtəlif siyasi hakimiyyətlərə parçalanma dövrü ilə müqayisə etmək olar. Azərbaycan xanlıqları, xüsusilə daha güclü xanlıqlar, müstəqil siyasi xətt yeritmişdi. Bu, beynəlxalq müqavilələrlə də tanınmışdı. 1782-ci ildə Rusiya və Quba xanlığı arasında ticarət müqaviləsi imzalanmışdı. 1802-ci ildə Rusiya imperiyası ilə Qafqaz hakimləri, cümlədən Şeyx Əli xan və Mir Mustafa xanın iştirakı ilə müqavilə imzalanmışdı.
Qafqazdakı Rus qoşullarının baş komandanı Sityanov Gəncəni silah gücündən işğal etməzdən əvvəl onunla müqavilə bağlamaq haqqında təklif vermişdi. Müqavilənin şərtlərinə baxmayaraq, bu o demək idi ki, Sityanovun kimsalında Rusiya hökuməti onu müstəqil hakim kimi qəbul edirdi. 1805-ci il müqavilələrində Qarabağ, Şəki və Şirvan xanlıqları ilə bu xanlıqların beynəlxalq hüququn subyekti kimi qəbul edilməsi idi. Ağı Məhəmməd Şah Azərbaycanın güneyi ilə birgə şimalını da birləşdirmək niyyətində idi. Xanlıqlar dövrünün əsas məzmunu mərkəzləşdirmə uğrunda mübarizəni təşkil edirdi. Bu iki istiqamətdə gedirdi. Urmiya, Quba və Qarabağ xanlıqları Azərbaycan torpaqlarını mərkəzləşdirməyə çalışırdı. Qubalı Fətəli xan 1758-1789-cu illərdə Azərbaycanın şimal-şərq torpaqlarını birləşdirməyə nail olmuşdu. Mazandaran hakimi əslən Qacar tayfasından olan Məhəmməd Həsən xan 1747-1759 keçmiş Əfşarlar imperiyasının ərazisindəki qeyri-Azərbaycan torpaqlarını birləşdirmək siyasəti yeridirdi. Bu baxımdan Məhəmməd Həsən xan həm digər rəqibləri, həm də Azərbaycan xanlıqları ilə də mübarizə aparırdı. Məhəmməd Həsən xanın öldürülməsindən sonra Zəndilərin hakimi Kərim xan hakimiyyət uğrunda mübarizədə qalib gəlmişdi. Kərim xan yalnız vəkil titulu daşımış, özünü şah elan etməmişdi. Qacar Azərbaycanın güneyi ilə birgə şimalını da birləşdirmək niyyətində idi. Qacar 1780-ci illərin əvvəllərində Mazandaran, Əstrabat və Gilanı, ikinci yarısında isə Tehran, Qum, Kaşan və İsfahanı ələ keçirmişdi və Tehranı mərkəzə çevirmişdi. 1791-ci ildə Zəndilərin mərkəzi Şiraz tutulmuşdu və s. Qacar Azərbaycan uğrunda həlledici mübarizəyə başlamış. İlk olaraq Azərbaycanın güney xanlıqları birləşdirilmişdi. 1795-ci ildə Azərbaycanın şimaldakı torpaqlar uğrunda mübarizə başlanılmışdı. Qarabağ xanlığını tutmaq mümkün olmadıqda Tiflis üzərinə yürüş təşkil olunmuşdu. Qacar yalnız 1797-ci ildə Muğanda tac qoyma mərasimi keçirmişdi. Azərbaycanın şimal xanlıqları uğrunda mübarizə yenə də gündəlikdə olmuşdu. Lakin Şuşa alındıqdan sonra 1797-ci ildə burada öldürülmüşdü. Cənubi Qafqazda Rusiya imperiyasının mövqeyi güclənməyə başlamışdı. Yeni Qacar hökmdarı Fətəli Şah 1797-1834-cü illər Ağa Məhəmməd Şahın Azərbaycan siyasətini davam etdirməyə çalışmış, lakin Gülüstan 1813 və Türkmənçay 1828-ci il müqavilələri ilə bu siyasət baş tutmayıb. Buna görə də əsas diqqət Azərbaycanın güney torpaqlarına yönəlilmişdi. Güney Azərbaycan ərazisi vahid Azərbaycan əyalətində birləşdirilmişdi. Da qeyd edildiyi kimi Azərbaycan adı Nadir Şah dövründə Azərbaycanın həm şimala, həm də güneyə aid edildiyi halda bu dövrdə vəziyyət dəyişdi. Rusiya imperiyası Azərbaycanın şimal xanlıqlarını ələ keçirsə də, bir tərəfdən burada vahid intizami ərazi yaratmaq əvəzinə parçalanmış vəziyyətin saxlanmasına üstünlük verdi. Digər tərəfdən tarixi etnik Azərbaycan torpaqlarında erməni vilayəti 1828-ci ildə yaratdı. Qacar isə Güney Azərbaycan ərazisini Azərbaycan əyaləti adlandırdı. Əyalətin hakimi də Fətəli Şahın oğlu Vəliəhdi Abbas Mirzə təyin olunmuşdu və bu prosedur sonra da ənənəvi hal almışdı. Belə bir yanaşma Azərbaycanın güneyinin yeni yaranan Qacarlar dövləti tərkibində özünəməxsus etno-ərazi birliyi olmasını göstərir. Qeyd edilən fakt Rusiya imperiyası tərəfindən də təsdiq olunmuş və tarixi baxımdan mühüm bir fikir də irəli sürülmüşdü. Qriboyedov 1826-1828-ci illər müharibəsinin gedişi zamanı Qara Ziyədindəki sülh danışıqlarında Azərbaycana, yəni güneyə sahib olmaqdan, bu geniş vilayətin müstəqilliyindən bəhs edir, lakin Rusiyanın müharibədə qələbəsi ilə vəziyyət dəyişdi. Əvvəlcə Gülüstan, sonra isə Türkməncay müqaviləsi ilə Qacarlar dövlətinin Güney Azərbaycan torpaqlarını da öz içinə alan, bəzi dəyişiklərlə bu günədək davam edən şimal sərhədləri formalaşdırıldı. Cümhuriyyətin Azərbaycan adlandırılması onun Güney Azərbaycanı iddiasını da ortaya qoyurdu. Güney Azərbaycanın Qacar dövrü tarixinin sonrakı mərhələsində Azərbaycan əyalətinin mövqeyi tədricən sıxışdırılmağa başlamışdı. Bunun nəticəsi idi ki, 1905-ci il 1911 inqilabı dövründə məhz Güney Azərbaycan inqilabın mərkəzi olmuşdu və muxtariyyət məsələsi meydana gəlmişdi. Azərbaycanlılar nəinki öz ölkəsində, həm də bütün İranda azadlıq hərəkatının avangardına çevrilmişdi. Yaşana vətən, yaşa min yaşa, çəkdiyin zəhmətlər yetməsin boşa. Güneydə, quzeydə gərək qovuşa, güneydə, quzeydə gərək qovuşa. Yaşana vətən, yaşa min yaşa, aləmə səs salıb xalqımın səsi, yayılır hər yana zəfər nəğməsi. Hey, aləmə səs salıb xalqımın səsi, yayılır hər yana zəfər nəğməsi. Hey. Azərbaycanın şimalında müstəqil Azərbaycan Cümhuriyyətinin yaradılması ilə yeni situasiya meydana gəlmişdi. Akademik Bartoldun fikrincə, Cümhuriyyətin Azərbaycan adlandırılması onun Güney Azərbaycana iddiasını da ortaya qoyurdu.
Bu dövrdə Güney Azərbaycandakı proseslərin siyasi istiqaməti də dərinləşməkdə davam etmişdir. 1920-ci ildə Güney Azərbaycanın İranın tərkibi hissəsi olması haqqındakı fikirlər Azadistan və sair məsələlər üzərində dayanmadan qeyd etmək lazımdır ki, Xiyabaninin rəhbərliyi ilə Güneydə ilk dəfə Azərbaycan Milli Hökuməti yaradılmışdır. Kəsrəviçilik ideologiyası ilə Azərbaycanın güney və şimalının ayrılmasının əsaslandırılmasını cəhd edilib. 1921-ci ildə dövlət kevrilişi nəticəsində Reza Pəhləvi baş nazir olmuş. 1925-ci ildə isə Fars imperiyasının yeni Pəhləvi sülaləsinin banisi kimi taxta taca yiyələnmişdir. 1935-ci ildə dövlətin rəsmi adı İran kimi qəbul edilmişdir. Pəhləvilər dövründə Azərbaycana güneyə qarşı şovinist münasibət dövlət siyasətinə çevrilmişdir. Kəsrəviçilik ideologiyası ilə də Azərbaycanın güney və şimalının ayrılmasının əsaslandırılmasına cəhd edilmişdir. İranda adlı ölkənin tərkibində Güney Azərbaycanın vahid inzibati ərazi statusunun ləğvi 1938-ci il ərazi islahatı nəticəsində Güney Azərbaycan ərazisi əsasən 3-cü və 4-cü oslanların tərkibinə daxil edilmişdir. Azərbaycanlıların hüquq və azadlıqlarının məhdudlaşdırılması genişlənmişdir. Güney Azərbaycan bu proseslərə ciddi müqavimət göstərmiş, 2-ci Dünya müharibəsindən sonra 1945-ci ildə dekabrında Seyid Cəfər Pişəbərinin rəhbərliyi ilə Azərbaycan Milli Hökuməti təşkil olunmuşdur. Azərbaycan Milli Hökumətinin süqutu ilə İranda Güney Azərbaycana və Azərbaycanlılara qarşı ayrı seçkilik siyasəti daha da güclənmişdir. İranda əsir qalan Azərbaycanlıların öz müqəddəratını təyin etmə hüququ tarixi zərurətdir. Enə dostuna, onlar bugün hər tərəfdən müstəqil yaşamağa məcburdular. İran İslam rejimi yaradıldıqdan sonra Güney Azərbaycanın tarixi coğrafi ərazisinin parçalanması, əhalinin etnik tərkibinin dəyişdirilməsi, ən adi insan hüquqlarının pozulması məqsədyönlü şəkildə davam etdirilmişdir. 1989-cu il sərhəd hərəkatı və Azərbaycanın dövlət müstəqilliyini elan etməsindən sonra İranın Azərbaycan siyasəti həm şimal, həm də güney üzrə daha kəskin xarakter almışdır. Azərbaycanın Ermənistan üzərində 44 günlük müharibədəki tarixi qələbəsi ilə onun mahiyyəti tamamilə aşkara çıxmışdır. İran bir mənalı şəkildə anti-Azərbaycan mövqeyi tutub, Ermənistan ilə eyni blokda birləşmişdir. Beləliklə faktlardan aydın olur ki, Azərbaycanın güney torpaqlarının İranda tərkibində olmasının tarixi hüquqi əsası yoxdur. Bu sadəcə bağlanan Gülüstan və Türkmənçay müqavilələri ilə dövlətlər arası sərhədlərin müəyyən edilməsinin nəticəsi kimi meydana gəlmişdir və Azərbaycanın güney və şimalının vahid dövlətlə birləşdirilməsi prosesinin qarşısı alınmışdır. İranın tərkibində zoraki qalan Güney Azərbaycanın ərazi bütövlüyünə də ciddi zərbə vurulmuş, Azərbaycanlıların insan hüquq və azadlıqları məhdudlaşdırılmış və onlar diskriminasiyaya məruz qalmışdır. Bu proseslər getdikcə daha kəskin xarakter almaqdadır. Belə bir vəziyyətdə İrandakı Azərbaycanlıların öz müqəddəratını təyin etmə hüququnu reallaşdırması tarixi zərurət kimi meydana çıxır. Beləliklə, eşitdiyiniz kimi, Güney Azərbaycanın İran tərkibində olmasının nə tarixi, nə də hüquqi əsası yoxdur. Bugün belə İran adını zoraki bizim vətənə Azərbaycana təhmil etmələri boş və əbəs işdir. Bu sadəcə bir tarixi fakt deyil, həm də milli yaddaşın və azadlıq düşüncəsinin ifadəsidir. Bizim vətənimizin adı var, Azərbaycan. Yaşa ana vətən, yaşa min yaşa. Çəkdiyin zəhmətlər getməsin boşa. Güneydə, quzeydə gərək qovuşa. Güneydə, quzeydə gərək qovuşa. Yaşa ana vətən, yaşa min yaşa. Yaşa ana vətən, yaşa min yaşa. Aləmə səs salır. Əziz Oğuz elinin gəncliyi, İyid Azərbaycan gəncləri, bugünkü podkastı dinlədiyiniz üçün sizə təşəkkür edirik. Bizimlə Oğuz TV ilə qalın, tariximizi birlikdə öyrənək və yaşadaq. Yaşa ana vətən, yaşa min yaşa. Aləmə səs salır, xalqımın səsi yayılır hər yana, zəfər nəğməsi. Aləmə səs salır, xalqımın səsi yayılır hər yana, zəfər nəğməsi. Al-əlvan bəzənsin vətən torpağı, qorxuya düşübdür amansız yağı. Dağalan yurdumun şanlı bayrağı, al-əlvan bəzənsin vətən torpağı. Al-əlvan bəzənsin vətən